Forbes jurnalı 2026-cı il üzrə Rusiyanın ən zəngin milyarderlərinin varislərinin reytinqini açıqlayıb. Yenavaz.com xəbər verir ki, reytinqə Likol şirkətinin həmtəsisçisi Azərbaycan əsilli milyarder Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov başçılıq edir. Forbesin hesablamalarına görə ona düşə biləcək potensial miras payı 29,5 milyard dollar təşkil edir. Bununla belə jurnal qeyd edir ki, 35 yaşlı Yusif Ələkbərovun hazırki şəxsi xalis sərvəti təxminən 560 milyon dollardır. O, atası tərəfindən təsis edilən Likol şirkətində 0,2% paya sahibdir. Yusif Ələkbərov eyni zamanda Ekto Holdingin də sahibidir. İkinci yerdə Novatek'in əsas səhmdarı Leonid Mixelsonun övladları Viktoriya Mixelson və azyaşlı oğlu qərarlaşıb. Hər bir varis üçün hesablanan potensial pay 14,15 milyard dollar təşkil edir. Viktoriya Mixelson ailənin mədəniyyət layihələrində fəal iştirak edir və atasının yaratdığı VAK fonduna rəhbərlik edir. İlk üçlüyü Yeroxem və Suyek şirkətlərinin təsisçisi Andrey Melnichenko'nun övladları Tara və Adrian Melnichenko tamamlayır. Onların hər birinin potensial payı 10,2 milyard dollar həcmində qiymətləndirilir. Reytinqin növbəti pillələrində senator və investor Süleyman Kərimovun övladları, metallurgiya maqnatı Vladimir Lisinin varisləri və iş adamı Gennadiy Timchenko'nun övladları yer alıb. Rusiyanın ən zəngin milyarderləri hesabı olunan Severstalın sahibi Aleksey Mordoşov ümumi sərvətinə görə lider olsa da 7 övlad arasında bölünən potensial pay səbəbindən reytinqdə 8-ci pillədə qərarlaşıb. Onun hər bir varisi üçün hesablanan pay 5,28 milyard dollardır. Forbesə görə 2026-cı il üzrə ən zəngin 10 milyarder varisləri bu şəkildə olub.